Buradan sözüm babasili olub cərraha gedənlərədir, müraciət edənlərədir. Gedir cərraha müraciət edirsiniz, babasil var, yoxlayır görür ki, ya daxili olsun, istəyir xarici babasil olsun. Cərrah sizə birbaşa əməliyyat məsləhət görür. Bəs o cərrahdan niyə soruşmuş ki, bu babasilin yaranma səbəbi nədir? Bəlkə biz onu müalicə eləsək, bu problem aradan qalxar. Babasil əməliyyat olunsa belə təkrar 1-2 il sonra heç 1-2 il çəkmə edə bilər. Təkrar yaranmış bir problemdir. Yaranır hətta əməliyyatdan sonra hətta yenə o göynəmələr, yanmalar, ağrılar yenə baş verir. Çünki ümumi olaraq babasil bağırsaq əzələsinin zəifliyindən yaranmış bir problemdir. Bağırsaq əzələsinin tonussuzluğundan yaranmış bir problemdir. Ən çox bəylərdə ağrı iş görəndən sonra baş verir, şar kimi şirpilənir, yəni bağırsaq əzələsi zəif olduğuna görə qadınlarda da ən çox doğuşdan sonra baş verir. Babasili ümumiyyətlə istər daxil olsun, istər xarici olsun, tam olaraq aradan qaldırıram müalicə ilə. Sadəcə 3-4 kurs müalicə lazımdır, garanti verirəm. Tam olaraq 3-4 kurs müalicə babasili aradan qaldıra bilirəm. Kimdə bu problemlər varsa, səhifədə əlaqə nömrəm var. WhatsApp-dan da yaza bilərsiniz, zəng də vura bilərsiniz. Bəzən elə olar zəngləri cavablandıra